Azərbaycan tarixində dönüş nöqtəsi olan 15 iyun Milli Qurtuluş Günü münasibətilə ölkəmizin bütün bölgələrində olduğu kimi Abşeron rayonunda da ümumrayon tədbir keçirilib. Müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın təməl daşlarından biri hesab edilən bu əlamətdar gün münasibətilə təşkil olunan tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və müxtəlif dövlət qurumlarının təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Abşeron rayon mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə olunub. Bu mərasim təkcə rəmzi bir addım deyil, həm də xalqımızın xilaskarı olan liderə mənəvi borcunun ifadəsi kimi qəbul edilir. Ziyarətdən sonra tədbir Abşeron rayon Heydər Əliyev mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunun bir dəqiqə sükutla yad olunması ilə başlanan tədbirdə millətimizin taleyində həlledici rol oynamış və bu tarixi günün mahiyyəti geniş şəkildə iştirakçıların diqqətinə çatdırılıb. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdın Fərzəliyev tədbirdə geniş çıxış edərək bildirib ki, 1993-cü ilin iyun ayında Azərbaycanın çox çətin və ziddiyyətli bir dövr yaşayırdı. Tarixi çəkişmələr, iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi ölkənin mövcudluğunu sol altına alırdı. Məhz belə bir dövrdə xalqın təkidi tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə Azərbaycanı xaosdan xilas edərək sabitlik, inkişaf yoluna çıxardı. Əgər 15 iyun 1993-cü ildə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən danışmaq mümkün olmayacaqdı. O, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi, deyə Abdın Fərzəliyev çıxışında vurğulayıb. Tədbirdə daha sonra Abşeron Xızı Regional Maliyyə İdarəsinin rəisi Bəhruz Məmmədov, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi şəhid anası Ceyran Həsənova çıxış ediblər. Onlar öz çıxışlarında Ulu Öndərin xilaskar missiyasından, dərin dövlətçilik zəkasından və müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd edilib ki, Heydər Əliyev təkcə bir lider deyil, həm də Azərbaycan dövlətinin memarıdır. Onun siyasi kursu bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir Azərbaycan dövlətçiliyinin bütün uğurlarının təməlində məhz 15 iyun 1993-cü ildən başlayan dönüş dayanır. Bugün biz Ulu Öndərin yaratdığı güclü dövlətin arxasında dururuq. Onun ideyaları bugün şəhidlərimizin müqəddəs xatirəsini yaşadır, qazilərimizin sosial müdafiəsini təmin edir. Tədbirin sonunda çıxış edənlər qeyd ediblər ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində sahib çıxdığı, dövlətçilik iradəsinin ortaya qoyduğu tarixi gündür. Bugün təkcə bir tarix deyil, həm də bir başlanğıcdır. İqtisadi, siyasi və sosial inkişafın güclü dövlətin təməl tarixidir. Məhz həmin gündən etibarən Azərbaycan hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Ordu quruculuğu və beynəlxalq aləmdə dövlətin mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ölkə vətəndaşları sabitlik, əmin-amanlıq və inkişaf şəraitində yaşamaq imkanına qovuşdu. Bugün Azərbaycan regionun lider dövləti, beynəlxalq layihələrin aparıcı tərəfdaşı kimi çıxış edirsə, bu məhz 15 iyunda təməli qoyulan qurtuluş missiyasının nəticəsidir. Ulu Öndərin ideyaları bugün də yaşayır və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.